Əziz abituriyentlər, bilirsiniz ki, imtahanlara artıq bir aydan az vaxt qalıb, yəni buraxılış imtahanları 9-cu siniflərin, 11-ci siniflərin buraxılış imtahanları. Bu imtahanlarda sizə uğurlar arzulayıram, zehin açıqlığı arzulayıram və diqqət arzulayıram, sağlıqlı bir həyat arzulayıram və arzu edirəm ki, bu imtahanlarda çox birinci müəllimin tövsiyəsi nə olur şəkildə diqqətli olmaq, hər şeyi diqqətlə yanaşmaq və dərindən oxumaq. Bugün mən sizin üçün çox maraqlı mövzulardan biri olan feilin qrammatik məna növləri haqqında danışacağım. Feilin qrammatik məna növləri, birisi feilin 6 qrammatik məna növü var. 3 məna növü haqqında birinci dərsdə, növbəti dərsdə isə 3 qrammatik məna növü haqqında məlumat verəcəyim. Feilin qrammatik məna növləri. Feilin qrammatik məna növləri iş görən şəxsin, iş görən şəxs subyektdir. Bilirsiniz ki, siz dil dərslərində tez-tez subyekt və obyekt anlayışlarından qarşılaşırsınız. İş görən şəxs uşaqlar subyektdir. Üzərində iş görülən əşya isə obyektdir. Bunu yazmıram, sadəcə qaydanı deyirəm. Feilin qrammatik məna növləri iş görən şəxsin, subyektin, üzərində iş görülən əşya ilə, yəni obyektlə qarşılıqlı münasibətini bildirir. Yəni, qısa belə deyə bilər ki, subyektlə obyekt arasında qarşılıqlı münasibət bildirilir. Göstərilir burada. Yəni, subyektlə obyekt arasında qarşılıqlı münasibət. Yenə deyirəm, subyekt iş görən şəxsdir, obyekt isə üzərində iş görülən əşyadır. Birinci başlayırıq məlum növ. Məlum növ. Məlum növ. Məlum növ feillərdə iş görən qrammatik cəhətdən məlum olur. Yəni, subyekt məlumdur. Məlum növ feillərin digər feilin qrammatik məna növlərinə özəl xüsusiyyətlər var. Özəl xüsusiyyəti nədir? Onu da sizin nəzərinizə çatdırım. Məlum növ feillər qurulurca sadə düzəltmə mürəkkəb olur. Və bu onları feilin digər qrammatik məna növlərindən, məchul növdən, şəxssiz növdən, qayıdış növdən, qarşılıq bir gəlib növdən, icbar növdən fərqləndirir. Yenə deyirəm, məlum növ feillərdə iş görən qrammatik cəhətdən məlum olur. Məlum olur. Yəni, qeyd subyekt məlumdur. İş görən məlumdur. Yəni, iş görən məlumdur. Məlum olur. Baba məlum. Yəni, subyekt məlumdur. İşi kim görür? Və məlum növ feillərin özünə məxsus qrammatik göstəricisi yoxdur. Yəni, qrammatik göstəricisi deyəndə feilin digər qrammatik məna növləri, qayıdış növün, şəxssiz növün, məchul növün, icbar növün özünə məxsus qrammatik şəkilçiləri var. Özü də bu şəkilçilər feildən feil düzəldən şəkilçilərdir, leksik şəkilçilərdir bunlar. Bunu qeyd etmək lazım ki, feilin qrammatik məna növləri, digər qrammatik məna növləri quruluşca düzəltmə olur, sadə olmur. Deməli, harada biz sadə feil gördük, o məlum növdədir. Yenə deyirəm, məlum növ feillər. Yəni, şəkilçisi yoxdur deyəndə düzəlir məlum növ feillər. Zaman şəkilçilərindən düzəlir, şəxs şəkilçilərindən düzəlir və s. Məsələn, oyandı, yatdı, oyandı, yazır oyandı. Oyandı feili, oyandı və yaxud oyanmaq. Kim oyandı? Körpə. Körpə. Körpə yuxudan oyandı. Kim oyandı? Körpə buradan. Oyanmaq məlum növdədir. Oyanmaq feili, oyanmaq feili. Oyanmaq məlum növdə olan feildir, quruluşuna görə də sadə feildir. Və yaxud yatdı sözündə deyə bilərik, yatdı. Yatdı. Kim yatdı? Körpə yatdı yenə. Bu da məlum növdədir. Yəni, subyekt məlumdur burada. İş görən məlumdur. Yəni, subyekt, iş məlum növ feillər düzəltmə də ola bilər, mürəkkəb də ola bilər, sadə də ola bilər. Bu yazdığım feillərdə o körpə oyandı, körpə yatdı, bunlar sadə feillərdir. Və bunlar şəxs sonluqları vasitəsilə düzəlir, oyandı, yatdı və s. Bunlar üçüncü şəxsin təkində olduğu üçün, daha doğrusu, şudi keçmiş zamanda olduğu üçün, şudi keçmiş zamanda üçüncü şəxsin təkində şəxs sonluğu yoxdur. Sonra düzəltmə feil ola bilər, məsələn, düzəltmə feillər ola bilər. Yazırıq babam, babam qocalıb, babam qocalıb, qocalıb burada. Qocalıb, kim qocalıb? Babam qocalıb. Bu da düzəltmə feildir, sifətdən əmələ gələn feildir, düzəltmə feildir. Burada da məlum növü yenə deyirəm, özünə məxsus qrammatik göstəricisi yoxdur. Bəzi şagirdlər, bəziləri qocalıb deyəndə, o dəqiqə reaksiya verir ki, mənim qocalıb qayıdış növdədir. Özü qocalır da, xeyr. Digər qrammatik məna növlərinin yenə dönə-dönə deyirəm uşaqlar, qrammatik göstəricisi olmalıdır. Onun özünə məxsus şəkilçisi olmalıdır. Və o şəkilçilər feilin üzərinə artırılmalıdır.
Feildən feil düzəldən şəkilçilər olmalıdır. Il şəkilçisi, ın şəkilçisi, nın şəkilçisi, ış şəkilçisi, dırtı və s. Burada isə o göstərici yoxdur. Ola bilər iş öz üzərində icra olunur. Düz deyirsiniz. Qocalıb, babam özü qocalır. Və yaxud məsələn deyirik ki, burada deyirik məsələn bir yazağı ceyməndi. Mən babamla vidalaşdım. Vidalaşdım. Bu da düzəltmədir. Mən vidalaşdım. Mən babamla vidalaşdım. İş görən burada mənəm. Məlum növdür. Burada babamdır. Məlum növdür. Mən babamla vidalaşdım. Burada da yenə uşaqlar səhvə yol verirlər. Bəzən deyirlər, mən vidalaşdım, mən babamla. Bu iş qarşı-qarşıya icra olunur. Xeyr. Burada qarşılıq əlamət var neysə. Yəni ki, babamla iki qarşı tərəf verirlər. Lakin bu da məlum növdədir. Çünki burada qarşılıq birgəlik növünün şəkilçisi yoxdur. Yenə deyirəm, kəlmənin əvvəlində deyirəm, sonunda deyirəm. Digər qrammatik məna növlərinin özünə məxsus şəkilçiləri var və onlar feildən düzəlirlər. Ancaq bu, babam qocalıb, bu sifətdən düzəlib, mən babamla vidalaşdım, bu isə isimlaşdır burada şəkilçi. Feilimi, qarşılıq birgəlik növ laş şəkilçisindən düzəlmir. Aydın oldu. Və yaxud qayıdış növlü ilə düzələ bilər, ancaq o feili artırılmalıdır. Mütləq indi nümunələr yazacaq, mütləq feili artırılmalıdır. Mən bunlar düzəltmədir, bu da məlumdur. Mən babamla vidalaşdım və yaxud məsələn deyirik ki, mən babamla məsləhətləşdim, bu da məlum növdə olan feildir. Mürəkkəb feil də ola bilər, məsələn deyirik ki, məsələn Leyla ev işlərində anasına kömək edir. Anasına kömək edir. Burada kömək edir, mürəkkəb feildir. Kim kömək edir? İş görən Leyla. Leyla kömək edir. Bax, bu yazdığımız feillərdə körpə oyandı, körpə yatdı, babam qocalıb, mən babamla vidalaşdım. Bunlarda başqa növlərin, qayıdış növün, qarşılıq birgəlik növün əlamətli uşaqlar görüb səhv salırlar, bunları səhv etməyin. Bunlar hamısı məlum növdə olan feillərdir, indi növbəti nümunələrdə yazılacaq. Yenə qeyd edirəm, məlum növ feillər dedik ki, özünə məxsus şəkilçisi yoxdur. Lakin bu demək deyil ki, yenə deyirəm, orada məsələn düzəltmə feil də ola bilər, isimlə düzələn feillər ola bilər. İsimlə düzələn, mən babamı salamladım, bu da məlum növdə olan feildir. Bəzən yenə deyirəm, ən çox uşaqlar hansı, məsələn, yenə fikir verin, bir neçə nümunədə yazın. Quş qanadlandı. Qanadlandı. Bu cümlələrə fikir verin. Müəllim, qısa cümlələr yazırıq, müəllim gileyləndi. Gileyləndi, hansısa şagirddən, hansısa kimləsə, müəllim gileyləndi. Quş qanadlandı, sonra üçüncü yazılıb, gün çıxdı. Bunları mən müşahidə eləmişəm, ona görə də mən bu test cümlələri yazıram. Gün batdı. Bax, bu cümlələrə fikir verin. Mən dərsdə müşahidə etmişəm ki, gün batdı, dərs təkrar olundan sonra bəzi şagirdlər deyir, gün batdı, gün çıxdı deyir. Bu qədər mövzu oxumuşuq, izah eləmişik, indi hamısını demirəm. Əlbəttə eləsi var, bu dərsə baxan kimi bəlkə bunları əzbərli. Gün çıxdı, gün batdı, deyir, qayıdışlı. Müəllim deyir, gün özü batır, özü çıxırdı. Və yaxud deyir ki, quş qanadlanır, quş özü qanadlanır da. Mən dönə-dönə deyirəm, yenə də sözün əvvəlində də, axırında da. Bir sözü 100 dəfə. Feilin digər qrammatik məna növləri feildən düzəlir uşaqlar. Feil düzdür, kökü feil olmaya da bilər. İndi izah edəcəm dərsin davamında. Ancaq bunlar feildən düzəlir. Bunların özünə məxsus, məlum növdən başqa digər feilin qrammatik məna növlərinin özünə məxsus leksik şəkilçiləri var. Feildən feil düzəldən şəkilçilər. Burada yox da bu qanadlandı, quş qanadlandı, düzdür. İşi öz üzərində görür. Quş özü qanadlanır, deməli, qanadlanır. Qanad sözün köküdür, lan da leksikdir da şurada keçmək zaman. Müəllim gileyləndi. Gileylənir, öz üzərində, gileylənir leksik. Bu da müəllim özü gileylənir. Özü gileylənir, ancaq burada isimlə düzəlir. Burada lan ilə, digər qayıdış növün lan ilə şəkilçisi yoxdur. Lan ilə şəkilçisi adlardan feil düzəldən şəkilçidir. Aydın oldu. Ona görə burada diqqətli olmaq lazımdır. Və yaxud gün çıxdı, bunlar sadə feillərdir. Çıxdı, bunlar sadə feillərdir, batdı, şuhudi keçmiş zamandadır. Çünki şəxsin təqində şuhudi keçmiş zaman şəxs şəkilçisi qəbul eləmir. Gün çıxdı, gün var. Gün dili özü çıxır da müəllim. Burada axı yoxdur qayıdış növü şəkilçisi. Il-ın yoxdur burada. Il-ın burada olmadığı üçün ona görə də siz bunları məlum növ götürürsünüz. Və dönə-dönə dərsi də keçəndə, sinifdə də,
deyirik ki, dönə-dönə deyirik ki, ay uşaqlar, feilin qrammatik məna növləri, məlum növdən başqa digər növlər, feildən feil düzəldən şəkilçilərdir. Onlar feildən düzəlir. Onların özünə məxsus şəkilçiləri var. Məlum növ haqqında bu qədər qısa konkret yer edirəm. Quruluş sadə düzəltmə mürəkkəb olur. Çoxu adlardan düzələn feillər olur. Düzəltmə feillər də ola bilər. Məlum növün əmələ gəlməsində heç şəkilçi iştirak eləmir. Fikri səhvdir. Burada leksik şəkilçilər var. Görürsün məlum növdə, bundan əvvəl də yazdığım mövzularda. Qrammatik şəkilçi də ola bilər. Lakin feildən feil düzəldən şəkilçilər məlum növdə olmur. Ona görə də son dərəcədə diqqətli olmaq lazımdır. Şöyle, indi məchul növ haqqında sizə danışacağım. Məchul bilirsiniz, riyaziyyat dərsində məchul toplanan, məchul çıxılan, azalan və s. bu məfhum sizə, bu ifadə sizə riyaziyyat dərslərindən də məlumdur. Məchul yəni ki, məlum olmayandır. Məchul növ feillər. Bu növ feillərdə qeyd edirik burada. İş görən qrammatik cəhətdən məlum deyil. Məlum deyil. İş görən qrammatik cəhətdən məlum deyil. Qeyd edirəm, qoyusuz göz yaddaşı var, baxın, iş görən məlumdur. Yəni, iş görən kimidir feilin qrammatik mövzusu? Subyektidir. Subyekt məlumdur. Məchul növ feillərdə. Məchul növ feillərin, qayıdış növ feillərinə, şəxsiz növ feillərinə bir sıra oxşar cədlər var, onları indi qeyd edəcəm. Məchul iş görən məlumdur. İş görən yəni subyekt, bax yazırım bunlar. Subyekt məlum deyil. Subyekt məlum deyil. Məchul növ feillərin şəkilçiləri birdən n şəkilçisidir. Şəkilçisi, qrammatik göstəricisi n şəkilçisidir. n şəkilçisi. Bunlar məchul növün şəkilçilərdir. Məchul növdə iş görən məlumdur, subyekt məlumdur. Məchul növ feillər işlənən cümlədə mübtəda olur, mübtəda obyektdir. İş görən gizlənir, yerini verir obyektə. Yəni, bu demək görə işi görən yoxdur burada. Məchul növ feillərdə iş görən var. Məsələn, elementar bir cümlə yazılır, məktub yazıldı. Məktub yazıldı. Məktub yazıldı. Burada məktubu yazan var, deyir ki, subyekt məlumdur, iş görən var. Ancaq ki, burada görülən iş qabardılır. Yəni, iş görülür, o görülən iş əsas diqqətə çatılır. Məktub yazıldı. Burada məktub obyekti, subyekt, yəni məktubu yazan şəxs, əslində şəxs qrammatikada mübtəda olmalıdır, yerini verib obyektə. Yazıldı, nə yazıldı? Məktub. Şəkilçisi də burada ya leksik şəkilçidir, feildən feil düzəldən şəkilçidir. Görürsünüz, sərdə mən məlum növü izah edirdim, məlum növdə yox idi. Dönə-dönə dedim, məlum növü izah edirdik, uşaqlar, məlum növdə özünə məxsus qrammatik şəkilçi yoxdur. Ancaq möhür yoxdur orada. Şəxs şəkilçisindən də düzəlir, zaman şəkilçisindən də düzəlir, leksik şəkilçisi də ola bilər. Ancaq məchul növün möhürü var, şəkilçisi var onun. Şəkilçisi var, şəkilçisi var. Aydın oldu. Və yaxud məsələn, qapı açıldı. Qapı açıldı. Qapı açıldı. Açıldı burada leksikdir, açıldı qapı. Obyekt mübtəda oldu. Aydın oldu. İndi mən yenə də məchul növdən qayıdış növdə seçiyorum. Hansı şəkillər həm məchul növdə, hansı feillər həm qayıdış növdə eyni şəkilçini qəbul edir, hansılar qəbul edilmir, onu da hesab edir. Qapı açıldı. Və yaxud da belə yaza bilər ki, qapı bağlandı. Qapı bağlandı. Artıq burada deməli feildən əmələ gəlib feil. Ancaq onun kökü isimdir. Bağlandı xəbər. Nə bağlandı? Qapı bağlandı. Bağlamaqdan bağlanmaq. Ancaq kökü isimdir. Aydın oldu. Və bu qapı bağlandı və kitab oxundu. Kitab oxundu. Kitab oxundu. Oxundu. Oxundu xəbər, nə oxundu? Kitab. Oxu sözünün leksik şəkilçidir. Aydın oldu. Bax, burada iş görənlər, yəni subyektlər məlum deyil. Məchul növ feillərdə qısa, konkret iş görən məlum olmur. Obyekt olur orada mübtəda. Ancaq bunu məsələn əlavə edə bilərik. Tamamlıq subyekti, iş görən şəxsi, tamamlıq formasında bura yaza bilərik. Ancaq yenə orada o, yəni məchul növ o məchulluğunu o biraz dəqiq olmur da. Məsələn ki, məktub Həsən tərəfindən yazıldı. Bunu əlavə edə bilərik. Qapı Əli tərəfindən açıldı və yaxud bağlandı. Kitab müəllim tərəfindən oxundu. Yəni subyekti biz burada təyin edə bilərik. Ancaq
o məchulluq pozulur burada. Ona görə kitab oxundu. Burada konkret bunlar görürük ki, biz məchul növdə olan feillərdir. Yəni, məchul növdə yenə dönə-döndürən, məchul növdə iş görən qrammatik cəhətdən məlum olmur. Kitab oxundu dediyi, kitab oxundu, yenə burada subyekt məlum deyil dedim də, qeyd elədim sizə, ona bir anda açıqlığı gətirək. Yəni, deyirik, bu kitab oxundu, kitabı oxuyan var əslində. Burada subyekt yenə deyirəm, məlum deyil. Biz bura tamamlıq əlavə edə bilərik. Kitab müəllim tərəfindən oxundu, ancaq burada artıq yenə subyekt, deməli, tamamlıq olur burada. İş görən tamamlıq olur, mübtəda olmur. Bu cür yanaşma da doğru yanaşma deyil. İndi keçirik feilin 3-cü qrammatik məna növü şəxsiz növ feillərə. Şəxsiz növ feillər məchul növ feillərə oxşayır. Qeyd edirəm, şəxsiz növ feillər məchul növ feillərə oxşayır. Yəni, Venn diaqramından tutaraq siz bir Venn diaqramı çəkmişsiniz, müəllim sinifdə bir Venn diaqramı çəkib və şəxsiz və məchul növ feillərin fərqli xüsusiyyətlərini yazırsınız. Şəkilçilər eynidir. Il-ınlı. Aydın oldu, şəkilçilər indi qeyd edəcəm yazdım. Il-ınlıdır və ikisində iş görən məlum deyil. Bunu yazır ortaq xüsusiyyət kimi. Venn diaqramda bilirsiniz ki, ortaya ortaq xüsusiyyət kimi kəsişmə nöqtəsidir. İkisində şəkilçilər il-ınlıdır, ikisində də iş görən məlum deyil. Bu, onların ortaq cəhətidir. Lakin onların özəl fərqli xüsusiyyətləri var ki, onu da bir dərsi izah edəndən sonra deyəcəm. Şəxsiz növ feillərdə, burada da iş görən məlum deyil, bilirsiniz, yəni yoxdur, şəxs, qrammatikada şəxs deyəndə mübtəda nəzərdə. Ümumiyyətlə, burada heç mübtəda olmur bu cümlələrdə. Şəkilçisi ın, bir də n şəkilçisidir. Şəkilçiləri ın şəkilçisi. Gördünüz, bunun da özünə məxsus məlum növdən fərqli olaraq şəkilçisi var. Və bu əvvəl belə bir qayda vardı, bunlar təsirsiz feylə artırılırdı. İndi nəysə onları yığışdırıblar. Hər gecə yatırır, biz bir yuxu görürük və onu da dəyişiklik edirik qrammatikada. Bu şəkilçilər ınlıdır. Əvvəl bunları fərqləndirmək üçün deyirdik ki, bunlar təsirsiz feylə artırılır və s. İndi bu izahat yoxdur, ona görə də mən demirəm. Inlı şəkilçisi vasitəsilə düzəlir. Məchul, şəxsiz növ feillər. Burada da iş görən məlum deyil. İş görən məlum deyil. Lakin fərq nədir məchul növdə? Şəxsiz növ feillərdə mübtəda olmur, tamamlıq olur. Tamamlıq və xəbər. Şəxsiz növ feillərdə mübtəda olmur, mübtədanı bərpa etmək də qeyri-mümkündür. Siz feil bəhsini keçəndə keçmişik şəxsiz feillər. Şəxsiz feillər keçmişik, şəxsiz feillər. Daha doğrusu şəxsiz cümlələr sintaks bəhsində. Şəxsiz cümlələr feili xəbərli olur və onların xəbərləri ya şəxsiz feillərlə ifadə olunur, ya da frazeoloji feillərlə. Bax, bu şəxsiz cümləni keçəndə deyirik ki, mübtədası olmayan və onu bərpa eləmək qeyri-mümkün olan cümlələrə şəxsiz cümlələr deyilir. Mübtədası olmayan. Nə görə mübtədası olmayan? Çünki onun xəbəri şəxsiz feildir. Mən getdim sintakslar, onun xəbəri şəxsiz feildir. Şəxsiz feil işlənən cümlədə mübtəda olmur. Tamamlıq olur. Məsələn, primitiv bir sual verirəm. Ərizələrə diqqətlə baxıldı. Fikir verin bu cümləyə. Ərizələrə diqqətlə baxıldı. Yanaşıldı da ola bilər. Baxıldı. Ərizələrə isimdir. Burada diqqətlə tərs hərəkət zərfləri, baxıldı da feildir. Morfologiyada şəxsiz feildir. Şəkilçisi də ıldır. Feildən əmələ gələn feildir. Bax, bunun da özünə məxsus şəkilçisi oldu. Özü də məchul növün, qayıdış növün, şəxsiz növün şəkilçilər eyni şəkilçilərdir. Inlı. Venn diaqramda bunlar ortaya yazılmalıdır. Ortaq cəhət kimi. Bu düzəltmə feildir. Feildən əmələ gələn feildir. Özünə məxsus şəkilçisi var. Bəs məchul növdən fərqi nədir? Baxıldı xəbər. Keçirik sintaktik təlilə. Nəyə baxıldı? Ərizələrə. Nəyə? Necə baxıldı? Diqqətlə tərz hərəkət zərfləri. Bax, bu şəxsiz növ feildir burada. Diqqət. Qanunlara əməl olunur. Qanunlara əməl olunur. Qanunlara əməl olunur. Burada da mübtəda yoxdur. Bunlar şəxsiz cümlələrdir. Bunlar gecib şəxsiz feilləri, gedib sintakslər, rast gələcək sonra şəxsiz cümlələrə. Və o şəxsiz cümlələri keçəndə müəllim 10 dəfə deyib sinifdə hazırlıqda deyir ki, uşaqlar şəxsiz cümlələr feili xəbərli olur və onların xəbərləri ya şəxsiz feillərlə ifadə olunur, ya da frazeoloji feillərlə. Bir də şəxsiz cümlələrdən uşaqlar hansı üslubda istifadə olunur?
Hansı üslubda istifadə olunur? Rəsmi işgüzar üslubda. Rəsmi işgüzar üslubda şəxsiz feillərdən istifadə olunur. Bilirsiniz ki, hər üslubun özünə məxsus istifadə etdiyi cümlələr var. Hər üslubda işlənən cümlələr var. Elmi üslubda hansı cümlələr işlənir, məişət üslubunda və şəxsiz üslub cümlələr rəsmi işgüzar üslubda işlənir. Burada da əməl olunur nəyə? Əməl olunur nəyə? Qanunlara. Qanunlara üzrəm, qanunlara tamamlıqdır. Nəyə əməl olunur? Qanunlara bu da getdi, tamamlıqdır. Gördük aldı var, müftəda yoxdur. Sonra məsələn deyir ki, şikayətlərə etinasız yanaşıldı. Etinasız yanaşıldı. Yanaşıldı. Şikayətlərə etinasız yanaşıldı. Mən həmişə şəxsiz cümləni keçəndə, şəxsiz feillərdə keçəndə deyirəm, yerlə göy, bunu lordildə uşaqları güldürmək üçün deyirəm ki, yerlə göy birləşə bilər, şəxsiz cümlələrlə, şəxsiz feillər işlənən cümlələrə mübtəda salmaq olmaz. Onlar da gülürlər. Bəli, olmaz. Salın bu cümlələri mübtəda görün, necə yerləşdirirsiniz. Yanaşıldı xəbər. Yanaşmaq nəyə? Yanaşıldı nəyə? Burada bir çərçivədən çıxıram ki, şəxsiz növ feillər təsirsizdən əmələ gəldi, təsirsiz oldu. Təsirli və təsirsiz feillər var. Təsirsizdən əmələ gəldi, təsirsiz oldu. Baxmaq nəyə? Baxıldı nəyə? Əməl etmək nəyə? Əməl olunur nəyə? Yanaşmaq nəyə? Yanaşıldı nəyə? Nəyə yanaşıldı uşaqlar? Kim yanaşdı bilmirik. İş görən məlumdur. Sübut məlum deyil burada da. Şikayətlərə, nəyə yanaşıldı şikayətlərə? Necə yanaşıldı? Etinasız. Tərzi hərəkət səhvliyi. Aydın oldu. Bax, burada bu şəxsiz növ feillərdir. Şəxsiz növ. Və yaxud məsələn deyir ki, köçkünlərə və yaxud kimsəsizlərə, köçkünlərə yazılır, yardım edildi. Yardım, indi yazacağım üçün o feillər çoxdur. Yardım edildi. Yardım edildi. Yardım etmək kimə? Yardım edildi kimə? Aydın olur. Yardım edildi kimə? Köçkünlərə. Aydın oldu, o məcburi köçkünlər vardı. Əvvəl yardım edildik, onu köçkünlərə yardım edildi və s. Kimsəsizlərə yardım edildi və s. Və bu, çünki burada bunlar şəxsiz növ feillərdir. Yenə deyirəm, şəxsiz növ feillərlə məchul növ feillərin oxşar və fərqli cəhətləri var. Birinci fərqli cəhətləri, oxşar cəhətləri odur ki, bu feillərdə iş görən məlum deyil ikisində də. İkisində də iş görən məlum deyil, ikisində də şəkilçilər eynidir. Uşaqlar, siz üçün primitiv bir dənə Venn diaqramı çəkdim burada, yəni ki, biliyi möhkəmləndirmək üçün fikir verin. Məchul növ feillər, şəxsiz növ feillər. Burada rəqəmlərlə yazılır. Bilirsiniz ki, yenə deyirəm, hələ də bəzi şagirdlərimiz ən çox işlənən üsullardan biri də Venn diaqramı üzrə işləmək dil dərslərində, ədəbiyyat dərslərində, riyaziyyat dərslərində. Hələ də bəzi şagirdlərimiz çox təəssüf ki, o fərqli və oxşar cəhətləri müqayisə edib, deməli, konkret nəticə çıxara bilmirlər. Ona görə də diqqətli olun, əziz uşaqlar, diqqətli olun, son dərəcə diqqətli. Burada yazırıq, burada oxşar cəhətlərdə, qoy burada bir dənə oxşar sözünü yazın, oxşar cəhətlərdir burada. Yəni, hər ikisi üçün eyni olan cəhətlər, oxşar cəhətlər. İş görən məlum deyil. Biri getdi bura. İkisində də iş görən məlumdur. Məchul növdə də iş görən məlumdur, şəxsiz növdə də. Mübtəda olur. Məchul növdə yoxsa şəxsiz növdə. Məchul növdə. İki gedir bura. Il-ın şəkilçilərlə düzəlik. Çox primitiv bir izahdır. Sadəcə olaraq deyirəm ki, qoy bilik möhkəmlənsin. Il-ınlı şəkilçilərlə düzəlik. Üç də gedir bura. Oxşar cəhət. Yəni, birinə üç məchul və şəxsi növə oxşar cəhət. Mübtəda olmur, dörd də gedir bura. Burada da düz cavab belə.